İstəkli, dəyərli izləyənlərimiz, bizim sizin tərəfinizdən uğurlu qarşılanan YouTube kanalımızda növbəti söhbətimiz var. Bu dəfə də tək danışıram, tək çəkilişdir. Belə qərar verdim ki, bir neçə verilişdə tək çəkilim, tək danışım. Görək bu tək ünsiyyətimlə, birbaş sizinlə sual-cavabsız, moderatorsuz ünsiyyətimi necə qarşılayırsınız? Və mövzu olaraq biz ötən verilişdə kişi-qadın münasibətlərindən bəzi aspektlərə toxunduq. Qısa, bir 15 dəqiqəlik yayımda toxundum YouTube'da. Yayım yox, daha doğrusu çəkilişimizdə. İndi də istəyərdim ki, bu LGBT kimi tanınan və cinsi azlıq dediyiniz məsələyə toxunaq. Açıq şəkildə elmi əsasında danışacağım. Kim ki, yəni bu barədə eşitmək istəmir, yanlış və bədniyyət kommentlər yazmaqdansa dinləməyin keçin. Çünki bununla bağlı bizim toplumda yanlış fikirlər çoxdur. Bir mütəxəssisin, bir həkimin, bir psixoloqun bu barədə məncə söz deməyə ehtiyac var ki, deyilsin. Demirlər, çəkinirlər, amma mən deyəcəm, bu bilirsiniz, ruhi mental aspektdən də, bizim mental yoga aspektindən də baş-bucağımı söyləyəcəm ki, mənim də mövqeyimi biləsiniz. Beləliklə, bizim cəmiyyətdə görünən homofobiya var. Yoxdur deyə bilmərik. Baxırsınız, insanlarımız bir yandan, çox maraqlıdır, üzdə olan homofobiyadır. Bir yandan, bayaq elə ünsiyyətdə olduğum TikTok canlıda dediyim kimi, bir yandan ilk baxışda üzdən iraq söz işlədirsiniz onlar haqqında ki, bu sözü mən açıq bəyənmirəm. Mütəxəssis kimi və həkim kimi bəyənmirəm. Çox yanlış yanaşmadır. Vaxtilə vərəm xəstələrinə belə üzdən iraq kimi baxırdılar. Vaxt var idi, müəyyən insanlara vaxtilə belə baxırdılar. Sonralar elm əsaslarla bu cür baxışın yanlış olduğu aydın oldu, üzə çıxdı. İndi bu mənada bu sözü bəyənmirəm. Deməli, o cür adlandırırsınız, amma canlı yayımlarında, Instagramda, TikTokda çoxlu izləyiciləri olur. Çoxlu onlarla ünsiyyətə girmək istəyən insanlar olur. Maraqlıdır, eləmi? Bunun birinci tendensiya, bunun altında nə gizlənir? Bu altında o gizlənir ki, bir çoxumuzun təbiətində hər iki cinsə meyillik, biseksual potensial var. Bunu mən demirəm ama təkcə. Bunu Kinsey kimi seksoloqlardan, yəni aldığınız informasiyalardan nəticə çıxarda bilərsiniz. Bunu müxtəlif seksologiyaya aid psixoloji elm əsaslı kitablardan ala bilərsiniz məlumatı, bəli. Və bunu fiziologiyadan da bilirik, insan fiziologiyasından ki, hər birimizin təbiətində bunu inkar edə bilərik. Həm fizioloji, həm psixoloji iki tərəf də var. Həm qadın, həm kişi təbiəti var. Və mental yoga elminə görə ruhumuzun təbiətində də iki tərəf var. Həm qadınsal təbiətimiz, həm erkəksi təbiətimiz var. Nə deməkdir bu? Bu o deməkdir ki, bədəninə görə, aldığın bədənə görə bu dünyada təzahür edirsən, amma ruhunda hər iki tərəf var. Və bu mənada bu dünyada müxtəlif təzahürlər gətirib çıxardır bu məqam. Yəni, həmin o cinsi azlıq deyib, üzdən iraq deyib, izlədiyiniz, kütləvi izlədiyiniz o var ki, TikTok'da olan səhifələr və s. digər sosial şəbəkələrdəki səhifələrdə olan o insanların o qədər çox izlənməsinin səbəbi təkcə banal, sadə maraq deyil. Maraq olsun 20%. İzləmənin səbəbi odur ki, sanki onlarda özünüzdə olanları görürsünüz. İnciməyin. Məsələn, çılpaq geyinən qadınlar ki var, müğənnilər, onlar necə çoxlu adamlar baxır, amma sonra söyüşlər yazırlar, təhqirlər yazırlar, amma toylarına da xeyli pul verib çağırırlar bizim insanlarımız, bizim Azərbaycanlımız. Eləcə də burada da bir nevi tam içinizdəkini açmır danışırsınız. Yəni kim ki eşcinsel adama nifrətlə yanaşır, onun özünü bir araşdırmaq lazımdır. Eşcinsəllik, yəni homoseksuallıq, əslində çoxdan, qədimdən var olan və bəzi ölkələrdə hətta, məsələn, qədim Yunanistanda, qədim Romada qanun halında, yəni yazılmamış qanun halında üzdə olan bir məsələ idi. Yunanistanda hətta bəzi mənbələrə görə kişilər hər biri özünə mədəniyyət borcu bilirdi ki, özünlə eyni cinsli adamla oturdursun. Uşaqlıqdan yanında bir oğlan uşağı saxlasın. Sonralar isə ailə qururdu, ailəni də yalnız övlad doğmaq üçün qururdu. Yəni, belə bir təsəvvürlər var idi qədim Yunanistanda. Bu mənbələrdə göstərilir. Bu mənbələri özünüz araşdıra bilərsiniz. Yəni, qədimdən olan bir məsələdir. Eşcinsəllik də, homoseksuallıq da, biseksuallıq da, bunlar hamısı, hətta transseksuallıq da, özünü qadın kimi hiss edən kişi bədənində olan ruhlar və kişi kimi hiss edən qadın bədənində olan ruhlardan gedir söhbət. Bunlar hamısı qədimdən olubdur. Və bu müasir dövrümüzdə də, Sovet dönəmində, məsələn,
İslah əmək koloniyalarında, azadlığı məhdudlaşdıran müəssisələrdə, qadın və kişi müəssisələrində maraqlıdır ki, eşcinsəllik özünün müxtəlif formaları təzahür etdiribdir həmişə. Ona görə təbiətimizdə kişi və qadın tərəflərin olması, hər ikisinin olması psixoloji aspektdən gizlin deyil, qədimdən bu məlumdur. Ki, insan hər iki tərəfə meylənə bilər. Bədənin kişi və qadın olmağına asılı olmayaraq belə hallar görmüşük, olur və tarix boyunca da var. Və bunlara nifrətlə yox, anlayışla baxıb anlamaq lazımdır ki, bu niyə baş verir. Beləliklə, müasir psixiatriya baxışlarına görə insanların içində olan homoseksuallıq hətta heyvanlarda da var və bu təbii, normal bir faizdir və bu olmalıdır. İnsanların içində transseksuallar olacaq, bu təbiidir, normaldır və olmalıdır. Və transseksual, homoseksual, biseksual ünsiyyətlər normal dediyimiz heteroseksual ünsiyyətlərlə bərabər xəstəlik hesab edilə bilməz. Nə fizioloji, nə psixiatrik. Bunu müasir psixiatriya elmi və tibb elmi deyir. Və bunu müxtəlif əsaslandırmalarla ortaya çıxardırlar. Yəni, dini aspektdən bu dəqiqə baxmırıq, milli mentallığımızdan da baxmırıq. Elm əsaslarla bu cür təqdim olunur. Və biz belə anlayışla baxanda bir çox şey anlaya bilirik. İkinci, müasir elm deyir ki, homoseksuallığını seçmir. Seçim yeri olmur. Və bu heç də onun düşdüyü münbit şəraitə baxmır. Homoseksuallıq erkən yaşlardan özünü bir üzə verir, xəyallarında bunu qurmağa başlayır. Cinsi yetişkənlik dönəmində tamamilə üzə çıxır. O demək deyil, o cinsi əlaqəyə artıq girir. Xeyr, homoseksual düşüncədən gedir söhbət, davranışdan yox. Eləcə də transseksuallıq və digər biseksuallıq əlamətləri də insan seçimi yox, deyirlər ki, yəni alimlərin bir çox belə deyir, məcburiyyətidir. Düzdür, mənim baxış bucağım bir qədər fərqlidir. Mən həm Sovet psixiatriya məktəbini keçmişəm, həm də müasir dünyaya baxış bucağım mental yoga və ruhi bilik baxışındadır. Biraz fərqli baxışlarım var, bunu izah edəcəm. Hələlik müasir baxışlardan danışırıq. Və bir çox insanda bu hallar var və bunu gizlədir. Yəni, o tipli insanların baxış sayılarının artmağının səbəbi də özündəki homoseksuallığın, biseksuallığın boğulması, transseksuallığın boğulması və onun bu şəkildə kiminsə efirdə deməli danışmasına olan meylinlə üzə çıxardırsan, özündə xəbərin yoxdur. Və onlara nifrət yağdırırsan, söyüş və nifrət. Əslində bu sənin içindəki həmin o vəziyyətinin gizlədilməsinin çox eybəcər formasıdır. Bunu biləsən. Bunu mən psixoterapevt kimi deyirəm. Və 20 ildir insanlarla işləyirəm və bu tipli, yəni cinsazlıq dediyimiz nümayəndələr də öz psixoloji problemlərlə bağlı yanıma gəlirlər. Onlar gəlmir, mən homoseksuallıqdan çıxmaq istəyirəm. Onlar gəlir ki, mənim ünsiyyətlərimdə problemlər var, mənim nevrozum var. Mən də bir mütəxəssis kimi baxmayaraq onun hansı cinsi meylinə, o işlə məşğul olmalıyam, onun o nevrotik, psixi problemləri ilə bağlı işimi görməliyəm və mütəxəssis kimi yanaşmalıyam. Təcrübəmdə belə pasiyentlərim çox olub. Əməliyyat olunub cinsinə dəyişdiriləndən tutmuş, homoseksual və biseksuallıq hiss edən kişi və qadınlara kimi. Olub və olmalıdır. Hər bir özünə hörmət edən mütəxəssis bunlarla bağlı özünün fikri, müasir elmi baxışı olmalıdır. Bu müasir elmi baxışdır və biz də dünya psixiatriya assosiasiyaları var müxtəlif ölkələrdə, beynəlxalq assosiasiyalar var. Onların hamısının fikri ortaqdır bu sayədə. Biz də o fikirləri başa düşürük və mütəxəssis kimi anlayırıq. Amma bir fərd kimi, bir şəxs kimi və Allahı tanıyan, ruhi biliyi olan biri kimi bu barədə mənim şəxsi baxış bucağım var. Onu da indi sərgiləyib deyəcəm. Vacib olan nədir? Vacib olan heç düşməninə belə nifrət etməmək dərəcəsində insan emosional zəkası olmalıdır. İnsan hər kəsin halını anlamaqdan keçən yoldan getməlidir. Anlamaq o demək deyil, o doğru eləyir. Amma anlamaq olar və anlayıb da onu əzmək yox, ona nifrət yox, onun halına acımaq və onun halına neytral hətta münasibət bəsləməyə öyrənmək lazımdır. Acımaq da yox, hətta neytral olmağı öyrənmək lazımdır. Sadəcə, buradan bir başqa məqam çıxır, onu da vurğulayayım, sonra keçərəm öz baxış bucağıma. Bu dünyada cinsi, deməli, azlıq dediyimiz hallardan başqa, cinsi meyl pozuntuları da var, bunu da biləsiniz. Məsələn, homoseksuallıq normal sayıla bilər, 2 yaşlı fərd bir-birini seçirsə. Və bu seçimdə hər kəs könüllü qərar verirsə və yaş 18-dən yuxarı ağlı başında insanlarsa, buna bəli, nə qanun, nə başqa şey heç nə deyə bilməz, bunu cəzalandıra bilməz, bir çox ölkələrdə belədir. Yəni, bizim Azərbaycanda da buna bağlı qanunla izləmə yoxdur. Amma
Var cinsi meyil pozunluqları ki, dünya harasında olsun bu çox qəbahətli, aşağılanmalı olan, qınanmalı olan və ruhi dəyərlər tapdalayan, hüquqi dəyərlər tapdalayan bir şeydir. Bu da nədir? Bu da uşaqlara, fərqi yoxdur, öz cinsindən olan uşaqlardır və əks cinsdən və heyvanlara qarşı cinsi meyil pozuntularıdır. Bunu mütləq vurğulayım, sonra keçim. Bunlar niyə? Qarşındakı uşaq olsun, heyvan olsun, o fərdə qarşı, o varlığa qarşı təcavüz aktıdır. Əslində bu, onu anlamamazlığını başa düşərək onun haqqına girmək deməkdir. Çünki o seçim edəcək yaşda, quruluşda və ağılda deyil qarşındakı fərd. Uşaqlar, biraz heyvanlar da onun yanaşı qoydum. Niyə? Uşaq yaşlarında da buna qarşı tənqidi münasibət yoxdur bu hallara qarşı. Ona görə uşaqlara qarşı bu cinsi əsaslı davranış eləyənlər təkcə xəstə yox, həm də cinayət daşıyırlar. Bunu biləsiniz. Və heyvanlara qarşı da həmin şeydir. Mən o cür baxıram. Və dünya elmi də bugün o cür baxır. Yəni homoseksuallıq, biseksuallıq və transseksuallıq və panseksuallıq məsələləri insanın seçimidirsə və halıdırsa bu ayrı, amma bir də var kimisə haqqına girmək. Məsələn, o cümlədən homoseksuallığın aktiv təbliğatı bu normal olmalıdır, açıq olmalıdır şəklində aqressiv təbliğatın da tərəfdarı deyiləm. Niyə? Onu izah edəcəm. Çünki baxış bucağın fərqlidir. Məsələn, mən belə baxıram homoseksuallığa da, transseksuallığa da, biseksuallığa da. Bunlarla bağlı biliyimiz olmalıdır mı? Olmalıdır. Amma bunların yetkinlik yaşına çatmamış şəxslərə Avropada olunan kimi təbliğinin tərəfində deyiləm. Bəzi ölkələr ayrılır. Məsələn, Amerikada Trump hakimiyyətə gələn kimi bu barədə fikir söylədi. Demirəm ki, o düzgün elədi, səhv elədi, düz adamdır. Səhv adam bundan danışmıram. Herkesin öz dünya görüşü var, amma bu düşüncənin tərəfdarıyım. Bunu deməyin tərəfdarıyım. Yəni, uşaqlara məktəblərə biz nə deyirlər? Deyirlər ki, sən hansı cinsdən özünü hiss edirsənsə, osan. Yəni, oğlan uşağı özüm qızam deyib, qız tualetinə girə bilər, qız ayaq yolusuna. Təsəs, belə bir ekseslər, maraqlı hallar yaranır. Ki o uşaqlara yetkinlik yaşına çatıb, özünü tanımamış, dünyaya baxışı formalaşmamış, psixoloji yetkin olmayan insanlara, hətta uşaq yox, yaşı 25 deyim, açılan zəkası yoxdur, o insanlara bu sahənin təbliğatının tərəfdarı deyiləm. Niyə? Dediyim kimi izah edəcəm. Demək, mənim baxış bucağım məsələ necədir? Mənim baxış bucağıma görə mental yoga təlimçisi kimi, ruhi bilik sahibi olaraq özümü hiss etdiyim, başa düşdüyüm üçün və bu ruhi bilik deyəndə söhbət dindən getmir, təbii mental yogadan gedir. Bunu mən ayrıca təlimlərdə izah edirəm. Öz mənimizlə bağlı bilik olan bir insan kimi ki, bu bədən mən deyiləm, mən əbədi varlığam, ali şəxsin, ali öz mənim bir parçasıyam. Bu baxış bucağından anlayıram ki, bəli, ruhi təbiətimizdə, öz mənimizdə həm qadın, həm kişi təbiətimiz var. Bayaq dedim, fiziologiyamızda da var. Bizim kişi bədənində qadın hormonları var, qadın bədənində kişi hormonları var. Və inkişafın müəyyən mərhələsinə qədər orqanlarımız daha çox qadınsal olur, sonra kişi və qadına, oğlan və qız ayrılır, hamiləlikdə 3-cü ayda. Ona görə təbiətimizdə hər ikisi var, hətta ruhi təbiətimizdə də iki tərəf də var. Allah deyir, bir candan iki can yaratdı, belə bir anlayış var. Və hansı tərəfə düşmək məsələsi var? Bugün, və mən reinkarnasiyanı elmi məntiq əsasla təsdiq etmiş bir düşüncə sahibiyəm. Ona görə də düşünürəm ki, bizim qadın və kişi bədənində olmağımız bizim öz seçimimizdən çox bir nevi qazandığımız bir vəziyyətdir. Belə də öz seçimimizə bağlıdır da, davranışımıza görə bu dünyada kişi və ya qadın bədən alırıq. Ruhun niyyətləri və meyillərinə görə və yapdıqlarına görə. Aldığımız kişi və qadın bədəni. Tutaq ki, əgər ruhun təbiətində qadınsal təbiətə meyil varsa, kişi bədənindədirsə, təbii burada transseksual təbiət üzə çıxacaq. Və bu onun bu dünyada artıq seçimi yox, məcburiyyətinə çevrilir. Və yaxud da ki, əgər kişi bədənində qadınsal təbiətsə, pasiv homoseksuala çevrilə bilər. Əgər hər iki təbiət onda qaynayırsa, biseksual təbiəti üzə çıxa bilər. Bədənində kişi və qadın, yəni hansı bədən forması, kişi və qadın olmağından asılı olmayaraq. Hər iki təbiət təzahür edə bilər. Yəni, hər iki təbiət özünü içindən tərpədə bilər. Bu insanın beynini tərpədə bilər. Amma mənim ruhi bilik sahibim, tərəftar olduğum bir məqam var. Özümlə və digər insanlarla bağlı. Aldığım bədən, ruhun təbiətə hər iki tərəfi var dedik. Ruhun bundan qabaqki bədənləri, qadın olub çoxlu, qadınsallığa meyillidir, amma kişi bədən alıbsa belə dəxli yoxdur. Nə yapıbsan, yapırsan, təbiətində qadın və ya kişi tərəfə meyillisən, fərqi yoxdur. Aldığın bədən var ha, kişi və ya qadın bədəni. Onun haqqını vermək məcburiyyətindəsin. Yəni, ilahi sistemin qanunları bu cür işləyir. İlahi sistem, bu dünya proqramı deyir ki, və bütün müqəddəs kitablarda da, müqəddəs hesab olunan kitablarda da bu var ki,
Yəni cinsi dəyişkənliklər, deyək buna, onlar məqbul deyil ilahi sistemdə. Dünyanın, yəni maddi kainatın qanunuunu pozmaq deməkdir. Və bunun mütləq cavabı var deyilir. Və bunu da mən məntiqini anlayıram. Bunu istəyən, arzu edən kəslərə özəl dərslərdə və mental yoga təlimlərdə izah edə bilərəm sual-cavab əsnasında. Yəni bizim təlimlər olur bu mövzuda. Mental yoga mövzusunda, ruhi bilik mövzusunda. Və mən əgər qadın təbiətlə meyilli olsam da, kişi bədən almışamsa, mən özümü kişi kimi aparmalı və kişi bədəni müvafiq davranmalıyam, eləcə də əksinə. Bunu istəyirəm, baxış bucağı kimi təqdim edirəm. Bu nə deməkdir? Bu deməkdir ki, necə biz başqalarının haqlarına girən meyillərimiz var da, heyvansal meyillərimiz, instinkt meyillərimiz başqasının haqqına girirdi, amma onu etmiriksə, ona nəzarət ediriksə, eləcə də ilahi sistemin haqqına girən meyillərimizi idarə etməyi, gizlətməyi, yönləndirməyi bacarmalıyıq. Bu böyük bir incəsənət tələb edir. Bu Allahın verdiyi sınaqdır. Çoxları bu sınaqdan çıxa bilmiş. Və ikinci də təbliğatın, aktiv, aqressiv təbliğatın, uşaqlara təbliğatın niyə əleyhinəyəm, bunu da söyləyəcəm. Baxın, tutaq kimi götürək 100 homoseksual. 100 homoseksualın seçmərəm, seçmədim, mən elə beləydim deyən hissəsi cəmi mənim fikrimcə 20% olar. Şəxsi praktikadan, oxuduqlarımdan, bildiklərimdən, gördüklərimdən, eşitdiklərimdən deyirəm. Yəni 100 homoseksual varsa, onun 20-sinə biraz haqq qazandırmaq o mənada olur ki, bu insan seçim eləməyib də, keçmiş həyatından tutaq gəlib, haradan gəlib, qadınsal və digər təbiətləri və ya psixi travmaları bunu özünü homoseksual kimi algılamağa gətirib çıxardıb. Amma qalan 80%, yəni 80 nəfər insan düşdüyü mühitdən, ki, dedik axı ruhun ikili təbiəti var, düşdüyü mühitdən, cinsel təcavüzlərdən, travmalardan dolayı homoseksual davranışlara keçib. Homoseksual düşüncəsi olmayıb və ya az olub. Ona görə təbliğatın və bu cür aqressiv təbliğatın əleyhinəyəm. Çünki mənim düşüncəmə görə 10 homoseksualın yalnız ikisi bəlkə həqiqi homoseksualdır. Seçim olaraq deyil, doğuluşdan bu istiqamətə meyillidir. Onlar belə bu halı idarə edə bilərmi? Bu ayrı söhbətin mövzusudur. Bu daha incə, həssas söhbətin mövzusudur və professional müstəvinin mövzusudur. Eləcə də 10 biseksualdan, yenə çox kiçik hissəsi həqiqi biseksual, seçimsiz biseksualdır, amma digərləri seçim, travma, təcavüz, psixi travma daha doğrusu və digər əsaslarla bu vəziyyətə düşür. Və eləcə də transseksual təbiətlə bağlı mövzuda. Yəni, insan belə bir mühitə düşə bilər ki, bunu da məsəl üçün islah əmək koloniyalarıdır, azadlığı məhdud edən müəssisələr, azadlığı məhdudiyyəti olan insanların yığışdığı müəssisələr, türmə dediyimizdə məhbəs həyatı çəkən insanların yığışdığı yerlərdə öz-özünə bu üzə çıxır. Yəni, orada bəzən mühit insanı homoseksual kontakta aparıb çıxarda bilir. Məcburiyyətlər və əzilmələr. Ona görə nəyi bilməyinizi istəyirəm? Mən baxış bucağı olaraq əleyhinəyəm onun ki, cinsi azlıq dediyimiz hallar uşaq məktəb və müəssisələrdə aqressiv və aktiv təbliğ olunsun və 18 yaşına çatmamış və hətta daha idealda emosional intellekti inkişaf etməmiş insanlar bu mövzulara elmsiz maraqlansın. Elmi əsaslarla cinsi tərbiyə haqqında danışdığımız kimi, cinsi tərbiyə verilən müəssisələrdə uşaq və oğlan və qız sinifləri və ya məktəbləri ayrı olsa, onda qızlara qadın müəllimlər o meyillər haqqında danışa bilər, bunun ruhi idarəçiliyi ilə bağlı danışa bilərdi. Oğlanlara da kişi müəllimlər. Ki, onlar bu meyilləri varsa, bunları tanısınlar və idarə etməyi öyrənsinlər. Bu ideal məktəb anlayışı mənim düşüncəmdə belə olmalıydı. Nəysə, bu barədə demişəm. Beləliklə, elmi əsasla cinsi meyil dəyişiklikləri ki var, hansı ki norma hesab etdiyimiz, natural hesab etdiyimiz vəziyyətdən kənara çıxır, bunlar elmi əsasla başqasının haqqına girmədiyi halda qəbul olunur. Ruhi bilik, yəni mental yoga dediyim əsasla başa düşürək, başa düşməklə yanaşırıq, amma bir nevi yaradılış qanunlarına qarşı çıxmış olmağınızı vurğuluyuruq. Yəni, kişi bədənindəsənsə, kişi bədəninin, qadın bədənindəsənsə dəyərli ruh, qadın bədəninin haqqını verməyə çalışmaq yaxşı olardı. Amma bu mənim işimə mane deyil. Təbii, o cinsi azlıq dediyimiz nümayəndələrlə biz psixoterapevt kimi işləyirik və onlara qarşı tənqidi münasibətimiz yoxdur. Sadəcə bilmək lazımdır ki, ilahi sistemin öz qanunları var.
Və bir də onu vurğuladım ki, bir də baxış bucağım budur ki, bunu bir də sonda vurğulayıram, uşaqlara və emosional yetkin olmayan insanlara təbliğat bu mövzuda aparılmasın. Bunun qarşısı mümkün qədər alınsın. İndi, cinsi azlıq dediyiniz, bəzən yanlış olaraq, üzdənərək adlandırdığınız insanların canlı yayımlarına niyə bu qədər baxırsınız? Çünki təbiətinizdə bu var və bunu özünüzdən də gizlədirsiniz. Amma baxanda heç kim bilmir, axı sən ora baxırsan. Bax, bunu nəzərə al, dəyərli izləyicim. Xoşbəxt və sağlam olasınız və ali zatla ünsiyyət həddinə yetişəsiniz.